Hoş gördük əziz dinləyicilər. İranın Təbriz kanalı və Səhər kanalı, hansı ki onlar yalnız Güney Azərbaycandan Quzey Azərbaycana təbliğat kampaniyasını aparırlar və Quzey Azərbaycanın Güney Azərbaycanda olan belə deyək hörmətini, izzətini aşağı salmaqla bu amuli kimi səviyyəsiz mollaların işlərini görürlər. Bu böyük bir kampaniyadır. Burada cümə imamından tutmuş, molladan tutmuş, hər kəs bununla məşğuldur. Niyə? Çünki Şimali Azərbaycandan Cənubi Azərbaycana istər-istəməz təbliğat və digər axınlar edilə bilər ki, məsələn, İsrail-İran müharibəsindən sonra belə bir təbliğatı ortaya qoydular. Bu əsasən də düzdür, bunun həqiqət payı da var. Amma ən vacib həqiqət payı bundan ibarətdir ki, Cənubi Azərbaycan, yəni İranda olan Azərbaycana qarşı olan kanallarda təbliğat həyata keçirir. Bax, görürsünüz İsrailə kim köməklədir. Bax, gördünüz Təbrizi vurdular, Azərbaycanın səsi çıxmadı. Bax, gördünüz Ərdəbili vurdular, səsi. Bax, bu necə qardaşlıqdır və buradan bunu istifadə etməyə başladılar. Əvvəla Təbrizdə vurulanlar hava hücumundan müdafiə sistemləridir və legitim hədəfdirlər. Bu bir. İkinci, doğrudan siz Güney Azərbaycanı sevirsinizsə, niyə görə Konstitusiyasının 15-ci maddəsini həyata keçirdib, o insanların dil haqqını tanımırsınız? Doğrudan siz Allahı sevirsinizsə, imkan verin, qoy Allahın kitabını Azərbaycan dilində, öz dillərində tərcümə edib oxusunlar. Ona görə də əziz cənublular, əziz güneylilər, sizi bunlar aldatmasınlar. Bunlar molla rejimidir, bunlar fars rejimidir. Niyə görə orada Azərbaycan dilinin tətbiqini həyata keçirtmirlər? Niyə görə sizi aldadırlar? Niyə görə Savalan, Səhənd stadionda traktor komandası yalnız Azərbaycan qışqıra bilir? Yalnız türk dilindən mədrəsə olmalıdır hər kəsə. Niyə bunları eşitmirsiniz? Bu səslər ki, böyük səslərdir. Və yaxud da ki, siz bizdən qardaşlıq mı gözləyirsiniz? Gedib erməninin məscidlərində, Azərbaycanın məscidlərində gedib onu saxlayanda, gedib Ermənistana kömək eləyəndə, 44 günlük müharibədə bütün axınlar məhz İran ərazisindəndir. İndi bunları qoyub Azərbaycana aşağılamaq, Azərbaycana qarşı təbliğatlar, vay güya Təbrizin vurulmasında az qala bizim də əlimiz vardı ki, biz deyirik ki, gedib Təbrizi vursunlar. Ona görə bunlar təbliğatdır, təbliğata inanmaq lazım deyil. Əgər bu təbliğatın həqiqət payı varsa, onda birinci məsələ İran hökuməti getsin öz yalançı ölmüş Xumeyninin çıxartdığı qanunu həyata keçirsinlər. Azərbaycan xalqının 15-ci Konstitusiya 15-ci maddəsində öz dilini oxumaq, yazmaq imkanı versinlər. Türk dilində mədrəsə yaratsınlar və orada olan Azərbaycan xalqı əgər İranın qüruru sayılırsa, özləri oranın böyüyü özlərini hesab edirlərsə ki, doğrudur, onda mənəvi haqları da, psixoloji haqları da yerinə yetirmək lazımdır. Sən o millətin haqqını verməlisən. Əgər Azərbaycan oyaqdır, inqilaba dayaqdırsa, onda inqilab ölübmü? İnqilaba dayaq o vaxt olar ki, inqilab Güney Azərbaycan haqqını tanısın. İnqilab Azərbaycan xalqının haqqını tanısın. 29 Bəhmən üsyanına görə İran prezidentləri gəlib Təbrizdə Azərbaycan dilində danışırlar. Çox sağ olun sizə. Bəli, inqilabı yaradanlardan, inqilabı başlayanlardan biri 1978-ci ildə şəriətmədarı idi, Azərbaycanlı idi. Şəriətmədarı olmasa da Xumeyni gələ bilməzdi. Ona görə də inqilaba dayaqdır fikirlərini boş xülya kimi yox, onu əmələ keçirsinlər. Azərbaycan xalqının haqqını orada tanısınlar, Azərbaycan xalqına dil haqqı versinlər və öz dilində oxuma, yazmaq imkanı versinlər. Ondan sonra bilərik görək necə dayaqdır. Nəyə dayaq olursa olun, istəyirsə inqilaba dayaq olun, istəyirsə səbaha dayaq olun, nə olursa olun, sizə qiymət verilməlidir. Sizin qədriniz bilinməlidir. Əgər sizin qədriniz bilinmirsə, siz piyonsuz, siz istifadə edilən bir varlıqsız. Kim üçün? Fars şovinizmi üçün. Təşəkkür edirəm diqqətinizə görə.